Bugün Bakıda, Gülüstan Sarayında Səudiyyə Ərəbistanı Krallığının Akva Power şirkəti tərəfindən inşa edilən 240 megawatt gücündə Xızı Abşeron külək elektrik stansiyasının rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişafına diqqət çəkib. Bugün ölkəmizin müxtəlif yerlərində bərpa olunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bugünə qədər Qaradağ rayonunda, bugün Xızı Abşeron rayonunda, yəni ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpa olunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 gigawatt səviyyəsindədir. Yəni, növbəti illərdə bu proses artıq Azərbaycanda geniş şüşədə alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik olan ölkə olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə də dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və digər böyük enerji gücünə tələbat olan sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də. Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bugün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu yaxınlarda bu məsələ ilə bağlı mən geniş danışmışam. Sadəcə olaraq onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reyting agentlikləri tərəfindən də qiymətləndirilir və təsadüfi deyil ki, bugün bizim kredit reytingimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reyting səviyyəsinə qaldırılmışdır.